İnsanlar ehtiyacı olmayan şeyləri alırlar. Çünki bizə nifrət edənlərin gözündə dəyərli görünmək üçün yarışırıq. Kreditlə götürülən o parıltılı maşınlar, prestijli ünvanlar. İqtisadiyyat elmində buna siqnal vermə deyirlər. Yarımçıq papaqçılığın dilində isə bu, özgənin gözündə var olmaq davasıdır. Biz yaşadığımız həyatı yox, göstərdiyimiz yalanı qoruyuruq. Daxildə hər şey dağılır, amma çöldə dişimizi sıxıb gülümsəyirik. Cibimiz boşdur, amma görüntümüz milyonluqdur. Rahatlığımız yoxdur, amma sosial şəbəkələrdə hər şey mükəmməldir. Niyə bu əziyyət? Çünki o maska düşsə, saxta taxt dağılacaq, suallar başlayacaq və heç biri xoşuna gəlməyəcək. Biz həyatımızı idarə etmirik. Biz sadəcə başqalarının bizim haqqımızdakı xəyallarını idarə edirik. Bu da bir seçimdir. Amma unutma, ən baha başa gələn şey saxta həyatdır. Sən kimə nəyin siqnalını verirsən?